Tinder Yol Baku geyim mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Sumqayıt şəhəri 43-cü məhəllə ünvanında yerləşən Tinder Yol Baku geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki, elektrik təsərrüfatı elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb. Obyekt ilkin yanğın söndürmə vasitələri ilə tam təmin edilməyib. Yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib və obyekt köçürmə çıxışları ilə təmin olunmayıb. Yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığı barədə sınaq protokolu tərtib olunmayıb. Obyektdə yanğın su hovuzu mövcud deyil. Obyektin daxilində yanar əşyalar pərakəndə şəkildə saxlanılır. Mövcud havalandırma sisteminin istismara yararlığı barədə müvafiq sənədlər təqdim olunmayıb. Obyektin daşınmaz əmlakı icbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq sığorta olunmayıb. Obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd təqdim olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Sumqayıt şəhəri 43-cü məhəllə ünvanında yerləşən Tinder Yol Baku geyim mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.